Sabah xeyir olsun değerli izləyicilərimiz. Dekabrın 24-dür və Beynəlxalq Maliyyə Birjasında bugün nələr baş verəcək və biz dünən bizim seminarımızda, möhtəşəm bir seminarımızda qızıl haqqında söhbət açdıq və qızılın 4530'lara kimi qalxması haqqında ilkin hədəfini açıqladı və bugün səhər saatlarında 4526'lara qədər qalxdı. Və yenidən qalxacaqmı sualı gəldisə, təbii ki, bugün yenidən yüksəlişə doğru imza atacaq. Artıq bizdə 4500 növbəti siqnallar 4502-dən 4518'lərə qədər, hətta 20'lərə qədər take profiti biz nəzərdə tutmuşuq. Yəni gün ərzində bugün üçün 18-19 dollara bir deyək ki, hədəfləmişik, hədəf müəyyən etmişik ki, həmin hədəflərə qədər. Və növbəti hədəflər hara ola bilər? 4530'lardan sonra hansı nöqtələr gəlir? 4560'lar, ondan sonra 4702'lərə qədər yüksəliş gözlənilir. Yəni bu 4616'lar 4616'lar və 4702'lər hədəfdədir. Və satış əməliyyatları, yəni gələ biləcəkmi, gələ bilməyəcəkmi sualına gəldisə isə satış əməliyyatları günün ikinci yarısından sonra və ya da hazırki vəziyyətdən yəni siqnallar gəlsə, qiymət 4463'dən və 4453'dən toxunub geri qayıtma yəni istiqamətində hərəkət edəcək. Gecə biz Bitcoin nələr etdi və Bitcoin bu gün içində heç də yaxşı xəbərim yoxdur Bitcoin haqqında. Nə üçün? Çünki Bitcoin artıq yəni aşağı doğru, yəni təhlükəsi, aşağı enmə təhlükəsi var. Yəni ilin sonuna qədər hələ ki enmə. Bugün yəni alışlar yalnız və yalnız yerli saatdan saat 18:00'dan sonra düşünməyə dəyər və yerli saatdan 18:00'dan təbii ki qalxacaq. Biz bunu Telegram siqnal kanalında məlumat verərik. Neftə gəldi isə neft 62-82'lərə qədər qalxdı. Yəni bu yəni kimi qalxacaq və bundan sonra enmə ehtimalı aşağı doğru enməsi, yəni burada günün ikinci yarısından sonra 61.95 və 61.70'lərə kimi enmə təhlükəsi var. Təbii ki 62-82'lərdən yuxarı forması yenidən yuxarı doğru istiqamətlə davam etdirəcək. Yəni bildiyiniz kimi son günlər neftə tələbat artıb. Və euro dolar, funt dolar cütünə gəldi isə qısa bir məlumat verəm. İlin sonunda, son günlərdə biraz əməliyyatların lotlardan keçirdim, biraz istirahatça baxın. Demək olar ki 5 gündən sonra, 6 gündən sonra ay da bitir, il də bitir, yeni ildə gəlir və yeni ildə yeni arzular, yeni nailiyyətlər arzulayım sizə. Euro dolar, funt dolar gəldi isə təbii ki yuxarı doğru istiqamət davam edir. Euro 1.19'lara kimi ilin sonuna və hətta 19'dan yuxarı da nəzərdə tutulur. Və funtun dolar rəqabəti isə 1.37 və 1.38'lərə kimi, hətta 39'lara kimi də qalxması gözlənir ilin sonuna qədər. Və gələn ildən də yeni il başlayanda euro dolar, funt dolar, qızıl da yeni bir maksimumlara imza atacaq. Nasdaq S&P Dow Jones Dax'a gəldisə, bunlarda gələn ilin birinci ayının ortalarına qədər, 20'lərine qədər, yəni yanvarın 20'sinə qədər yüksəlməsi gözlənilir. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə sağ olun, hoşça qalın.